97 səhifəli mətn faylının ilk səhifəsində tutumu 640 kilobayt olan şəkil var. Deməli, ilk səhifənin tutumunu bizə veribdir. 640 kilobaytdır. Digər səhifələr, hansı ki, digər səhifə onda olacaq 96 dənə. Çünki 97 səhifə idisə, ilk səhifə getdi, digər səhifə 96 dənədir. Digər səhifələrin hər birində 32 sətir var və hər sətirdə 64 simvol var və Unicode sistemində kodlaşdırılmış bu faylın informasiya həcmini hesablayın. İlk səhifənin həcmi var, onda mən digər səhifələrin həcmini tapıram. Hansı ki, digər səhifə 96 dənədir. Onda 96-nı səhifə sayını vuracam, sətir sayına, onu da vuracam simvol sayına və onu da vurmalıyam bir simvolun həcminə. Hansı ki, bu Unicode'da 2 bayta bərabərdir. Deməli, mətni informasiyanın həcm düsturuna görə hesabladım. Səhifə, sətir, simvolu vurdum bir simvolun həcminə, hansı ki Unicode'da bu 2 bayta bərabərdir. İndi bunu hesablayıram. 96-nı yazacağım. 3 vur 32, yəni 3 vur 2 üstü 5. 32'nin özü 2 üstü 5'dir. 64 2 üstü 6'dır və vuracağım 2 bayta. Bu da eləyəcək 3 vur 2 üstü 17 bayt. Və cavabı kilobayta asanlıqla keçirə bilirəm. Baytdan kilobayta keçmək üçün 2 üstü 10'a böləcəm. Onda qalacaq 3 vur 2 üstü 7 kilobayt. 3'ü də 128'ə vuranda cavab alınır 384 kilobayt. Amma tələsmirəm. Mən aldığım cavab bu digər səhifələrin həcmidir. Hansı ki, ilk səhifənin də həcmi 640 kilobaytdır. Onda mən bu faylın həcmini tapmaq üçün ilk səhifənin həcminlə digər səhifələrin həcmində aldığım ədədləri toplayıram. Və bunların cəmi eləyir 1024 kilobayt. Hansı ki, bu da 1 megabayta bərabərdir. Deməli, bu faylın informasiya həcmi 1 megabaytdır. Doğru cavab 1 megabayt.